Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Aziz ve muhterem Müslüman bacı ve kardeşlerim. Bugün May ayının 27'si, Zilqayda ayının 29'dur. Bu akşam ehtimal var ki Zilhicce ayı görsənsin. İzlənəcək, ehtimal var ki görsənsin. Hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, əgər Zilhicce ayı görünərsə və kim qurban kesmək istəyərsə, qoy saçından və dırnağından heç bir şey götürməsin. Yəni kim qurban kesəcəksə qurban bayramında indidən saçını, dırnaqlarını tutsun ki, çünki bayram namazına kimi və yaxud bayram namazından sonra qurban kesənə kimi saçından və dırnağından götürmək icazəli deyil. Bu kimə aid deyil? Kim ki qurban kesəcək. Bütün ailəyə aid deyil. Kim ki qurban kesəcək ona aiddir. Ailədən bir nəfərə. Qurban kesməyi niyyət edən adama. O da nə saçından, nə dırnağından, nə də ki bədənin hər hansı bir yerindən bir şey götürməsin. Amma başqa halallar isə hamısı haramdır. Yəni tikişli paltar geyinmək kimi və yaxud başqa yemək, içmək və s. kimi şeylər icazəlidir. Sadəcə qadağa olunan bədənin hər hansı bir yerindən, saçından, dırnağından bir şey götürməkdir. Bu qurban kesən adama qadağandır. Allah'tan istəyirəm ki, Allah Subhanahu taala bizə məbrur həcc edənlərdən etsin, həcc və bizim qurbanımızı qəbul eləsin.